Salam, yeni bir video hoş geldiniz. Bugün sizinle Vinetka vlog çəkirəm və çox heyecanlıyam. Mən hazırlaşmışam. Bir dənə şalvarımı geyinəcəm. Bu da isə son lookumuz. Bugün Vinetkada 2 dənə Vinetka birdən çəkdirəcəyik bir gündə. Biri yaz, biri isə yaz üçün olan kombinin biraz daha payıza uyğundur, amma neysə. Beləlik ilk çəkiliş studiya çəkilişdir və səsim niyə batıb bilmirəm. Heç nə. İndi isə birazdan çıxacağıq. Deməli, çıxdım evdən. Saçımda belə bir şey oldu. Yəni, elə bir çəkilişə geçmirəm, yəni. Heç nə belə. Bir, iki, üç. Model pozlar. Beş olsun, dur. O sene kadar. Biraz başını aşağı. Hadi başını aşağı bir. Ay sağ ol. Deməli, hal-hazırda taksi gözləyirik. Və kombinimiz də belədir. Sizə sonra da detaylı göstərəcəm. Mən göstərdim mən. Heç nə beləli. İndi isə gedəcəyik və işıqdan cildim nə gün düşür. Neysə, siz takmayın. Ceyin də. Ceyirti Ceyinini. Və indi taksidə eve gedirik. Deməli, buradayıq və şəkil falan çəkirik. Bu da kombinim. Və bəli, burada çox adam var bugün. Və burada isə üstdən səsləndirmə edirəm, çünki çox çəkəmədiyimi gördüyünüz kimi, yəni bu Vinetka günündən 2 dəqiqəlik video alındı. Burada isə gedirik şəhərə, evə doğru və yolda isə McDonald's-a gəldik. İndi isə yemək yeyəcəyik. Deməli dostlar, sabahınız xeyir. Hal-hazırda ikinci gündən sizi qarşılayıram. İndi durmuşam və birazdan 1 saata falan Alman dili dərsim olacaq online. Onu hazırlayacaq bir yerdə qalan bir hissəsi qalmışdı. Və yemək yiyəcəyik. Yemək dediyim tort yiyəcəm, sonra yemək yiyəcəm, bilmirəm, baxarıq onu. Gələcəyik uşağa baxmağa. Bugünün kombini belə bir şeydir. İndi sizə daha konkret göstərəcəm. Altdan belə bir dənə mayka geymişəm. Bir də cinsim. Arxadakı şeyləri çox takmayın. Bir də jaket. Bunun yəqin bu hissəsini belə bağlayacağım. Neysə, kombin belə görsənir. Çox qərarsız qaldım. Kepka taxmaya yox. Deyəsən taxacağım. Bir də əlimi kəsdim, bəli. Deməli, getmədən qabaq da bunlara sayıraq görək. 1, 2, bağlayaq ağızlarını, sonra gedək. Biri yerdə elə uzanmışdı ki, elə bildim, yəni nəsə olub, Allah qorxa-qorxa gəldim. Bir də eli qəribə uzanmışdı ki, ayaqlar göydə falan, yəni. Sən demək, bizlə mırtdaşırmış. Neysə, buradan çıxaq. Allah üstümü batırmadan bir çıxa bilsəm. Və belə. Deyəsən, kepkanı götürəcəm. Hər ihtimala, işte. Deməli, hal-hazırda çıxdıq. Yəni, o qədər düşündüm. Sonra dedim, əşya kepkada taxım. Üstündən naşikdə taxım. Belə olanda isə səs çox qəşəng gəlmir, amma yenə də gəlir də, yəni, işə yarayır. Gəlmir deyəndə də, yəni, altdan propka, nətər deyim, izah eləyəmirəm. Neysə, siz başa düşdünüz, dostlar. İndi isə gedirik piyada. Gedəcəyik, sonra 2 dənə marşrut dəyişərək. Gedəcəyik xalam belə. Neysə. Obşun belə. Baxın. Gecə video editlədim. Normalda gecə paylaşacaqdım. Prosta o qədər yuxum gəldi ki. Dedim, qalsın səhər editləyərəm. Səhər duran kimi. Baxın, yerimdəcə videonu editləmişəm. Bu axşam elə paylaşacağım onu. Şeydir. Birdən nə deyəcəydim? Videoda o qədər neysə demişəm ki. Yəni, axırda istədiyim countdown edim. Neysə demək countu. Amma sonradan dedim, videonu təzədən başdan editləməli olacağım üçün axıt olmadı. Neysə. Baxın, yenə deyirəm, heç də mən bu sözü gərək tərk etməyə çalışım.
Nerede kardeşimle yol üstü marul aldık. Marul yeyə gedəcəyik. İstədiyim tutqamı evdə qoyum. Zaten gecənin soyuğuna qayıdacağıq. Amma beş taksi ilə qayıdacağıq deyə çox da bir problem yoxdur. Amma elə bir şey eləmədim. Düşünəsəydim. Marul pis deyil. Amma yəni buz kimidir, belə nə deyim, buz kristallarından olandı. Əslində mən beləsini çox xoşlayıram. Ümumiyyətlə buzlu marjina da xoşlayıram. Ona görə mənə ləzzət etdi. Danışa da bilsəm. Sığma olarak. Anaki sığma.